Əziz xanımlar, bu gün də çox maraqlı bir mövzuya toxunmuşuq. Düşünürəm ki, hər birimiz üçün vacibi mövzulardandır. Çünki hər birimizin övladı təhsil alıb və yaxud indi hal-hazırda məzun olsalar da övladlarımız, nəvələrimiz təhsil alırlar və bilirik ki, təhsillə bağlı müəyyən dəyişikliklər də davam edir, inkişaf yönümlü dəyişikliklər. Və bəzi müəyyən nüanslar var ki, ona toxunmağa çalışmışıq. Bugünkü mövzumuz müəllim, valideyn, uşaq əməkdaşlığından bəhs olunacaq və burada bu münasibətdə sağlam münasibət qurmaq üçün, eyni ilə də burada niyyətimiz müəllim, valideyn və uşaq birlikdə inkişaf üçün, yəni uşağın inkişafına görə birlikdə əl-ələ verərək, bir-birini məlumatlandıraraq zəncirvari şəkildə işləməyindən təbii ki, söhbət gedir. Növbəti slayda keçid edək, əziz xanımlar. Ümumiyyətlə, bugün dediyimiz kimi, üçlü əməkdaşlığın niyə vacib olduğu haqqında və burada mövcud olan problemlər, həlli yollarına ilmi əsaslı olaraq toxunmağa çalışacağıq. Araşdırmalar nəticəsində müəyyən qeydlər aparmışam ki, bunları da sizlərlə paylaşmaqdan məmnunluq hissi keçirirəm. Və ilk araşdırmalardan, nəzəriyyələrdən Bronfenbrenner'in 1979-cu ildəki araşdırmasına, nəzəriyyəsinə əsasən ekoloji sistemlər baxışında burada elə bil ki, vurğulayır ki, uşaq nə yalnız ailədə, nə də məktəbdə formalaşmış olur. İki mühitin, yəni qarşılıqlı təsirindən inkişaf prosesi başlamış olur. Yəni biz bilməliyik ki, valideyn ilə müəllim arasında qurulan etibarlı, eyni zamanda açıq əməkdaşlıq uşağın özünə inamını artırmış olur, sosial adaptasiyasını gücləndirmiş olur. Bununla da yanaşı akademik uğuruna müsbət töhfə vermiş olur. Burada problemlərdən danışmışam ki, təhsil prosesində sistematik şəkildə müşahidə olunan əsas çətinliklərdəndir ki, yəni bu çətinlikləri qeyd etmişəm ki, kommunikasiya boşluğu var, müəllim, valideyn ünsiyyətinin formal xarakter daşıması və ya tam olmaması. Yəni bu hallarla qarşılaşmış oluruq. İkinci problemimiz isə psixoloji yüklənmədir. Yəni uşaq ailədə, məktəbdə o gərginlik əsnasında psixoloji yüklənmə ilə qarşılaşmış olur və bu da onun ruhsal sağlığına təsir etmiş olur. Eyni ilə də onun inkişafında da bu öz əksini tapır. Bundan başqa rol qeyri müəyyənliyində bəhs etmək istərdim ki, kimin nəyi etməsi lazım olduğunu, yəni aydın müəyyənləşdirmək. Valideyn öz rolunu oynayır, yəni burada hansı köməkliyi lazımdırsa, həmin rolda olur. Pedaqoq hansı köməkliyi edə bilirsə və uşağın inkişafı üçün o köməyin nöqteyi nəzərindən diqqət etməyə çalışır. Nəhayət, sistemsizlik əməkdaşlıqdır ki, burada da əməkdaşlığın, yəni hadisəyə, reaksiya formasında qurulması bildiyimiz kimi proaktiv deyil. Ona görə də sistemsiz əməkdaşlıq qurmaq yerinə sistemli əməkdaşlıq qurmağa çalışmalıyıq. Yenə burada da mövzumuza uyğun olaraq valideyn, müəllim və uşaq. Yəni bizim məqsədimiz burada uşağın inkişafıdırsa, bu problemləri aradan qaldırmaq üçün həlli yollarına çalışmalıyıq. Effektiv əməkdaşlığın prinsiplərini yaxşı biz necə həyata keçirə bilərik? Təbii ki, yəni onun əksi olaraq açıq kommunikasiya, qarşılıqlı hörmətlə, sayğı ilə bir-birinə necə deyim, səlahiyyətlərini yerinə yetirərək, hər kəs öz səlahiyyətini yerinə yetirərək uşağın inkişafına köməklik edə bilər. Yəni bir-birinə sayğı ilə, qarşılıqlı hörmətlə davamlı bu münasibəti uşağı inkişafı üçün müəyyən hədəfinə çatmaq üçün bu məqsəddə, yəni bu məqsədə gedən yolda ona yardımcı olmaz və açıq kommunikasiya şəraiti yaratmaqdır.
Növbəti isə rol aydınlığıdır ki, məsuliyyətlərin başlanğıclığının müzakirə edilməsidir. Yəni, belə deyək də, hər hansı bir məsuliyyətlər olur və o məsuliyyətləri əvvəlcədən həm valideyn müəllimə çatdırmış olur, həm də eynilə də müəllim, valideynlə ümumiyyətlə bir-biri ilə qarşılıqlı, ünsiyyətdə olurlar və uşağın inkişaf mərhələsindən aid olan bu yolda müəyyən məsuliyyətlər ki var, əvvəlcədən bu şərtləri bir-birinə söyləmiş olurlar, müzakirə edirlər. Beləcə bu yolda birlikdə addımlayırlar. Və emosional tanımada bilirik ki, bu da çox vacib amillərdəndir ki, uşağın inkişaf prosesində buna da mütləq şəkildə diqqət etməliyik. Uşağın psixoloji ehtiyaclarının hər ikisinin və müəllim burada və burada deyə bilərik ki, valideynin rolu böyük olduğu üçün bu əməkdaşlıqda, birgə əməkdaşlıqda uşaq üçün emosional tanımasına şərait yaratmalıyıq. Yəni onun emosiyalarını qəbul etməliyik, onu anlamalıyıq, başa düşməliyik. Növbəti isə tərəfdaşlıq modelidir ki, valideynin məktəb həyatında burada tam hüquqlu tərəfdaş kimi qəbul olunması. Yəni bir övladın valideyni məktəb həyatında tam hüquqlu olaraq onun tərəfdaşlığı qəbul olunmalıdır. Müasir tədris metodlarından da burada bəhs etmişəm ki, müasir tədris metodlarında bir neçə metodlar qeyd olunub. Burada aktiv öyrənmə var ki, məsələn, şagirdlər fəal iştirak etməyə təşviq olunur. Burada aktiv öyrədilmə üsullarından müəyyən üsul və vasitələrindən istifadə olunur. Növbəti mərhələdə isə differensial təlimdir ki, fərdi ehtiyaclara uyğunlaşaraq növbəti mərhələyə bağlanmış olur və burada zəncirvarı şəkildə bir mövzunun növbəti mövzuya bağlanması ilə bağlı burada tədris metodlarında öyrənmədə uşaqlara bu haqda bilgilər, məlumatlar ötürülmüş olur. Layihə əsaslı öyrənmədə isə əməkdaşlıq, praktiki tətbiqlə bacarıqların ümumiyyətlə formalaşması əhatə olunur və nəhayət əsas faktorlardan, öyrənmə metodlarından, tədris metodlarından biri də odur ki, sosial və eyni zamanda emosional deməli təlim metodudur ki, burada da empatiya və ünsiyyət vasitəsilə düşüncəni dərinləşdirməyə köməklik edirik. Hər hansı bir material üzərində bu tətbiqləri etməyə çalışırıq. Yəni məqsədimiz burada şagird yönümlü yanaşmadır və şagird yönümlü yanaşma ilə biz indiki hal-hazırdakı pedaqogika üsulunda uşağın yəni burada pasiv alıcı olaraq yox, aktiv kəşf edən, yaradıcı olmasına, eyni zamanda düşünərək müəyyən layihələri irəli sürməsinə təşviq oyatmalıyıq onlarda. Yəni hər metodun məqsədi yalnız burada akademik biliklərin əldə etmək deyil, eyni zamanda da bu nəzəri bilikləri həyatında tətbiq etmək üçün o bacarığı inkişaf etdirməyə çalışmalıyıq. Və buna da emosional, sosial-emosional öyrənmə proqramı tətbiq olan məktəblərdə, yəni vurğulamaq lazımdır ki, yəni bu üsulu istifadə edilən zaman, deməli 2019-cu il araşdırmasına görə OECD-nin deməli 25% bu problemlərin, davranış problemlərinin azalmasına şahidi olublar. Tədqiqatlar, araşdırmalar bunu göstərir. Və uşaqda bilirik ki, bu inkişaf mərhələsində müəyyən narahatlıqlar, çətinliklər olur. Ona görə də yenə də burada da valideyn, müəllim və uşağın inkişafı üçün bir yerdə əlaqədə olmalıdır. Yəni onlar bir-biri ilə ünsiyyət qurmalıdır, bir-birinə informasiyanı çatdırmalıdır ki, uşağın inkişafı üçün əlindən gələni etsinlər. Eynilə də burada psixoloji dayanıqlılığını möhkəmləndirilməsi üçün də onun bu bacarığını inkişaf etdirməyə çalışmalıdırlar. Bilirik ki, yəni əgər bir insanın inkişaf etmək məqsədi varsa, hədəfi, amalı varsa, o zaman mütləq şəkildə
o yolda psixoloji dayanıqlığını da təmin etmək üçün müəyyən üsul və vasitələrdən istifadə etməlidir. Eynilə də valideyn, uşaq və müəllim bir yerdə işləyirsə, uşağın inkişafı üçün bu dayanıqlılığı yaratmağa çalışmalıdır. Əslində bəzən elə bilirlər ki, dayanıqlılıq insanın, yəni fitrətən, bəzən də elə düşünürlər ki, insanda anadan gəlmə, yəni belə bir hal olur. Amma bu belə deyil. Araşdırmalar da göstərir ki, münasibətlərin içərisində dayanıqlılıq, psixoloji dayanıqlılıq formalaşmış olur. Və biz burada bu dayanıqlılığı təmin etmək üçün dəstəkləyici valideyn olaraq övladımızın emosional güvən hissi verməyə çalışmalıyıq. Onu qınamadan, yargılamadan münasibət qurmağı bacarmalıyıq. Təbii ki, biz də bunun üçün üzərimizdə çalışmalıyıq. Anlayışlı müəllim isə akademik çətinliklərin baxmayaraq, mövzunun ağırlığına baxmayaraq, dediyimiz kimi həm də burada əslində həm valideyn psixoloji dayanıqlılığı öyrənmiş olur, təcrübə qazanır, həm də burada həlli olaraq pedaqoq psixoloji dayanıqlılığı öyrənmək üçün araşdırmalar aparır və akademik çətinliklər, mövzuların əsnasında uşaqlara ötürülən zaman psixoloji yükə çevirməməyin, yəni pedaqoji yanaşma ilə bu üsulla öz istədiyi bu hədəfinə çatmağa, uşağın inkişafı üçün köməklik etməyə zəmin yaradır. Və bir də təhlükəsiz mühitdir ki, növbəti olaraq, təhlükəsiz mühitdə, yəni uşaq səhv etmədən, yəni qorxmadan öyrənə bildiyini, yəni bilməlidir. Uşaq belə deyək də, təhlükəsiz mühitdə bilməlidir ki, yəni mən səhv edərəmsə, tutaq ki, səhv edərəmsə, mənim nə valideynim, nə də ki, müəllimim, pedaqoqum mənə psixoloji baskı yaratmaz. Həm əksinə dəstək olar, məndə psixoloji dayanıqlılığı artırmış olar. Bəzən olur ki, belə bir pedaqoji fəaliyyətdə məşğul olan zaman müəllimlərdən soruşduqda deyirlər ki, uşaqlar var, oxu bacarıqlarını inkişaf etdirmək üçün və yaxud yazma bacarıqlarını inkişafı üçün müəyyən əlavə dərslərə qatılırlar. Orada uşaqlar hər hansı bir yanlışı etdiyi zaman, yəni onların emosiyalarında durğunluğun şahidi oluruq. Bəziləri soyuq qarşılayır, bəziləri əsirlər, bəziləri ağlayırlar. Hər kəsdə fərqli-fərqli bu emosiyalar özünü təbii ki, büruzə vermiş olur. Bəziləri səhv edir, bunu anlayışla qarşılayır. Tamam, yəni səhv eləyə bilərəm, amma bu mənim əlimdədir, bunu inkişaf etdirə də bilərəm. Beləcə, yəni psixoloji dayanıqlılıqla etdiyi səhvlərdən nəticələr çıxararaq, qorxmadan öz yoluna davam etməyə çalışır. Daniel Goleman'in tədqiqatları da göstərir ki, burada qeydlər aparmışam, uşaqların yəni uzun müddətli uğurlara sahib olması ümumiyyətlə onların IQ bacarıqlarından irəli gəlmir. Yəni emosional bacarıqlardan deyərdim ki, yəni daha çox asılıdır onların uğur qazanmasına səbəb olan amillər. Yəni bu psixoloji dayanıqlılıq təkcə uşaqlar, valideynlər, yəni pedaqoqlar üçün deyil bu mərhələdə, yəni bu iş üçün birləşərək burada həlli yol olaraq müəyyən araşdırmalar apararaq psixoloji dayanıqlılıq təkcə bu yəni uşağın inkişafı üçün deyil, həyatımız boyu bu dayanıqlılığı özümüzdə yaratmalıyıq. Bu insan üçün düşünürəm ki, həyatında uğur əldə etməsi üçün vacib əmillərdəndir və o yolu davam etməsi üçün orada artıq psixoloji dayanıqlılıq olan insan deyə bilərik ki, hər hansı bir qınaq obyekti ilə üzləşdiyi zaman məsxərə oluna bilər, gülüş obyektinə çevrilə bilər və sair fikirlər söylənə bilər ətrafdan, amma öz hədəfindən, məqsədindən dönmür. Halbuki həmin şəxslər, kənarda olan şəxslər onu bu yolda məsxərə qoyurdular, gülürdülər, hətta onu inanmırdılar, amma o özünə inana-inana demək,
bu mərhələni keçdi və uğur qazandı. Həmin o İnsanlar da onu sonradan dəstəkləməyə başladılar. Bu nəyin nəticəsidir? Bu IQ-nun nəticəsi deyil. Yəni Daniel Goleman da bunu demək istəyir ki, yəni heç bir insan IQ-dur. Yəni bu uşağın aid deyil. Bu böylələrə də aiddir ki, yəni aiddir bir amildir ki, yəni IQ-su olan insan uzun müddətli uğura sahib olmur. Yəni uzun müddətli, yəni uğuru qət etmək üçün, yəni o ki yol var. O yola getdiyin zaman sən psixoloji dayanıqlılıq köməklik etmiş olur. Yəni bunu da özün həyatı təcrübələrinə əsasən qazanmış olursan. Və sizlərə ümumən bu haqda danışmaq istəmişəm. Bu təkcə Azərbaycan təhsilinə aid deyil, ümumi bir misal olaraq bunu göstərməyə çalışmışam. Yəni qərb təhsil sistemi ilə müqayisədə ənənəvi sistemlə qərb pedaqogikasını ənənəvi bilirik ki, biz də artıq qərb pedaqogikasından, yəni Kurim metodundan istifadə edirik, amma araşdırmalardan, müəyyən müəllimlərlə danışıqdan söhbət əsnasında vurğulanır ki, bəli, biz Kurim metodu ilə artıq uzun müddətli gedə bilərik, amma bunun tətbiqində biraz nasazlıqlar var. Bunu da əksəriyyəti vurğulayır, amma tam olaraq hamısına aid etmək olmaz. Təbii ki, sonda əgər qrupda, yəni bu təlimdə iştirak edən pedaqoqlar varsa, onların da fikirləri bizim üçün dəyərlidir və bizim üçün təcrübədir. Onlar da fikirlərini məmnuniyyətlə dinləyəcəyik. Ənənəvi sistemdə vurğulamaq istəyirik ki, müəllimlər bilirik ki, müəllim mərkəzdə olur, nəticə fokuslu olur, standartlaşdırılmış olur. Amma qərb pedaqogikasında, yəni kurikulum metodu ilə desək, şagird məqsədli olur, tənqidi düşüncə, yəni bunlar əsasən deyilək critical thinking, fərdi inkişaf, müstəqil öyrənmə, yəni bunlar daha çox mövcud olur və burada optimal modeldə isə nəzəri möhkəmlik, aktiv iştirakı deyə bilərik, eyni zamanda da nəticə etibarilə emosional dəstək. Bunları sintez etdiyimiz zaman ən güclü yol optimal model bu iki yanaşmanın birgə inteqrasiyasıdır. Nəzəri möhkəmlik, yəni biliklərin möhkəmləndirilməsi, şagirdin burada aktiv iştirakı, emosional dəstək plus, yəni bunun üzərində toplu olaraq, yəni öz bacarıqlarını burada nəzəri biliklər vasitəsilə, yəni əldə etdiyi bacarıqlar, daha doğrusu əldə etdiyi biliklər, nəzəri biliklər vasitəsilə bacarıqlarında bunu göstərmiş olur aktiv iştirakında. Eyni zamanda da burada dayanıqlılığı, psixoloji dayanıqlılıq olaraq emosional dəstəyi də pedaqoq və valideynlərdən görmüş olur. Müasir ümumiyyətlə Azərbaycan təhsilinə deyə bilərik ki, inkişaf istiqaməti məhz bu yolda irəliləyir, sintez olunur desək doğru olar, amma çalışılır üzərində tam olaraq, yəni müəyyən narazılıqlar da var, bu haqda danışılır, məlumatlar verilir söhbət əsnasında və bu halda hər kəs öz mənfi və müsbət rəyini də fikirlərini söyləmiş olur individual olaraq. Azərbaycan kontekstindən bir azərbaycanlı olaraq, yəni bu kontekstdən də danışmaq istəyirdim ki, xüsusiyyətlərindən güclü tərəfləri, yəni bizim təhsil sistemimizin möhkəm nəzəri bazamız olur, nizam-intizam mədəniyyəti, kollektivist dəyərlər və inkişaf sahələrində isə əzbərçilikdən analitik düşüncəyə keçid, psixoloji yanaşmanın sistemli tətbiqi, valideyn, məktəb tərəfdaşlığının gücləndirilməsi. Bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Ümumiyyətlə bizdə həqiqi mənada əlavə mürəkkəb bilgilər orta məktəbdə çox verilir və başqa bir inkişaf etmiş ölkələrə baxdığımız zaman görürük ki, hər hansı indi hal-hazırdakı durum üçün bunun üzərində çalışılır. Pedaqoqlar da bunu deyirlər. Yuxarı siniflərdə artıq uşaqlara yüklü şəkildə, yəni onları belə deyə də yükləmirlər. Deyirlər ki, yavaş-yavaş bunu prosesi həyata keçirmək istəyirlər. Deyirlər ki, kimlər ki, hansı məsləyə gedir, yəni hansı məsləyə sahibi olmaq istəyirsə, o ixtisasa uyğun olaraq fənlərlə həmin uşaqlar təhsil alırlar. Daha doğrusu, yəni məktəbdə dərslərini keçmiş olurlar. Eyni zamanda da
bunu vurğulayırlar ki, həmin uşaqlar sırf öz məsləklərinə uyğun bunun üzərində söhbətlər gedir. Eee, yəni öz məsləklərinə uyğun şəkildə, fənləri götürüb onun üzərində, yəni məktəbə istədikləri hər hansı bir, ixtisasa sahib olmaq üçün onun üzərində çalışacaqlar. Amma qərb məktəbində isə, uşaqlarla dediyimiz kimi hər bir yerin mənfi və müsbət yönləri var. Olduğu kimi, yəni 100%lıq olaraq, yəni əminliklə sizə deyirəm ki, 100%lıq olaraq heç bir yerdə, yəni ar hər şey pik nöqtədə əla gedə bilməz. Çünki orada insan yaşayır, hər kəsin müxtəlif baxış bucağı var müəyyən məsələlərə, mövzulara. Amma qərb məktəbində gördüyümü təcrübəyə əsasən deyə bilərəm ki, qərb məktəblərində yuxarı sinifdə oxuyan uşaqlar adətən, müəllimlərlə danışılır və orada, məsləhətçilər olur və vurğulanır ki, məsələn, hansı məsələyə daha çox marağın var, o sahə üzrə fənlər götür. Məsələn, uşaq var, daha çox dəqiq elmlərə meyillidir və o yöndə daha çox inkişaf edir və o yönə müəllimlər onu yönləndirirlər. Və yaxud bəziləri humanitar fənlərə meyillidir, qanunları daha yaxşı bilir, daha yaxşı, inşalar yaza bilir. Yəni humanitar fənlərə daha çox meyilli olduğu üçün o ixtisasa uyğun olan ixtisaslar seçməkdə ona köməklik eləyirlər. Aşağı siniflərdə adətən uşaqlar, vurğulamaq istəyirəm ki, adətən deməli, aşağı orta siniflər olur ki, o uşaqlar oxuyurlar, lakin yuxarı sinifdəki kimi, məsələn, o bizdə mən düşünürəm ki, yuxarı sinifin yükü sanki elə bil 1-ci sinifə gedəndə aşağı sinifdən başlayır, ta yuxarı, siniflərə gedənə kimi, yəni o uşaq onu o yükü daşımalıdır. Amma bunlar isə elə baxmırlar, düşünürlər ki, aşağı siniflər uşaqlar üçün praktikadır, təcrübədir və bu təcrübəyə əsasən uşaqlar, yəni oxuyurlar, öz, biliklərini artırırlar. Dediyim kimi, həyatlarını quran, o müəyyən ixtisaslar seçən yuxarı sinifdə oxuyan uşaqlardan çox-çox fərqli bir, təlim, tədris, desəm, tədrisə malikdirlər. Belə əziz xanımlar, yəni ümumiyyətlə vurğulamaq istəyirəm ki, burada da qeyd eləmişəm, bu çətinliklərin aradan qaldırılması yalnız, siyasi iradə deyil, eyni zamanda da, müəllim, valideynlərin birgə maarifçilik işini tələb edir. Bu yöndən, yəni tədbirlər görülməlidir. Və əziz xanımlar, vacibi məqamlardan birinə toxunmaq istəyirəm. Bildiyim əsaslı mənbələrə əsasən bunu vurğulayıram ki, bir çox yerlərdə gender uyğunsuzluğu ilə, yəni bağlı müəyyən, materiallarda, dərs materiallarında uşaqlara müəyyən məlumatlar çatdırmış olurlar. Məsələn, bəziləri olur ki, məsələn, vurğulamaq istəyirəm ki, dərslərdə, qızlar orada daha çox, yəni psixoloji olaraq görürlər ki, basqını hiss edirlər mövzuda, hekayədə. Yəni təkcə o mətbəxdə işləyir. Məsələn, mətbəxdə bütün işləri o görmüş olur, məsuliyyəti üzərinə götürür və yaxud da bir hekayədə görür ki, daha çox, yəni əks sins daha çox, yəni oğlanlar orada yüksək göstərilir və bu da onlara təsir etmiş olur. Təbii ki, dediyimiz kimi təsir etdiyinə görə qız uşaqlarında liderliyi, məsələn, onlar liderlikdən çəkinirlər uşaq vaxtından. Oğlanlarda da, yəni empatiya göstərmək, yəni elə bil sanki qadağan olmuş kimi olur. Təbii ki, bütün materiallarda deyil, amma uşaqlar həssas olduğu üçün, yəni bəzən də onlar çox vaxtı emosiyalarını büruzə vermirlər, sanki içlərində bunu yaşamış olurlar. Və hal-hazırda son dövrlərdə, yəni bunun şahidi də oluruq ki, yəni daha çox, yəni istər oğlanlar olsun, istər qızlar olsun, müəyyən yaş ki var, o yaşa çatdıqdan sonra ailə qurmaqdan çəkinmiş olurlar. Eyni zamanda da bununla da yanaşı, həm də ilkin başlıca, yəni səbəb onlar üçün karyer olur. Yəni bu əbəs yerə deyil. Bunun yaranma səbəbi də, belə bir hala gəlməsinin səbəbi də bəzən qınaqlar olur, qınaq obyektinə çevirirlər istər oğlanları, istərsə də qızları, amma bunların yəni kökü var, səbəbi var ki, belə halla qarşılaşmış oluruq.
Yəni bunu vurğulamağımda məqsədim odur ki, yəni biz bəzən bir mövzunu, bir hekayəni yüngül bilirik, biz onu oxuyuruq, ötüb keçirik üzərindən, amma uşaqlara təsir etmiş olur. Və ona görə də bunlara diqqət etməliyik. Hətta araşdırmaların birində də UNESCO-nun tədqiqatçıları araşdırıblar ki, gender bərabərliyinə əsaslanaraq mühitin bütün şagirdlərin, məsələn, akademik nəticələrinin yüksəldiyini qeyd olunmuşdu. Ona görə də bunlara da diqqət etməyimiz vacib amillərdən. Təbii ki, bizim əlimizdə olan bir məsələ deyil, amma biz özümüz, yəni uşaqlıq illərimizdə keçdiyimiz aşağı siniflərdə olsun, istər orta siniflər olsun, yuxarı siniflər yəni qeyd edirik, fərq etməz. Burada, bizim yadımızda olur ki, məsələn, mətbəxdə əgər ana işləyirdisə, orda uşaqlar gedib ona kömək eləyirdi, biri süfrəni hazırlayırdı, müəyyən belə mövzular olurdu ki, hekayələr olurdu ki, biz uşaq da olsaq, yəni biz onu xatirəni gözümüzdə canlandırdıqda, demək olar ki, çoxluq olaraq gözəl xatırlayırıq ki, yəni ailə birliyini orada göstərmiş olur. Ailənin orada, yəni birlikdə bir-birinə yardımlaşmasını göstərmiş olur. Yəni müxtəlif hekayə vasitəsilə müxtəlif ismazlar bizə ötürmüş olurdu. Hətta həmin kitabları yəni arxivdə olduqda, biz və yaxud sosial şəbəkələrdə rastlaşdığımızda müəyyən şeirlər olsun, hekayələr olsun, əgər səhifəsini açıb həmin sosial şəbəkədə hər hansı bir səhifəni idarə edən bir şəxs olursa, o səhifələrdə olan hekayələri belə xatırlamış oluruq çoxluq olaraq. Ona görə də düşünürəm ki, yəni bunlar təsəvvür edin ki, biz neçə ildir artıq hərə birində ola bilər 20 il olsun, birində 25 il olsun məktəbi bitirib, birində 15 il olsun, bəlkə də ondan da çox ola bilər içərimizdə, yəni orta məktəbi bitirənlər olsun, amma yenə də xatırlamış oluruq. Normal, yəni baxırıq ki, bizə çox gözəl hisslər yaşatmış olur həmin hekayələri gözümüzdə canlandırdığımızda, xatırladığımızda. Və nəticə və tövsiyə olaraq isə düşünürəm ki, necə ki, bir xanım ailə qurur və ailə qurmamışdan əvvəl də yaxşı olar ki, ümumiyyətlə ailə təlimləri ilə bağlı müəyyən müxtəlif ölkələrdə artıq bunlarla bağlı işlər davam eləyir. Yaxşı olar ki, məsələn, bununla bağlı, ailə qurmamışdan əvvəl bir nümunə olaraq misal çəkim ki, ailə təlimləri olsun ki, yəni ailədə baş verən müəyyən adaptasiya müddətində baş verən o hallar ki olur, anlaşılmazlıq olur və heç bir orada acılı bir hadisə baş vermədən, yəni belə deyək də, eee, həlli yolu olan bir məsələ olduğunda, bu boşanma ilə nəticələnən o qədər belə bir hallar var ki, yəni bunun qarşısını almaq üçün düşünürəm ki, ailə təlimləri necə vacibdirsə, valideynlərin də təlimlər alması mütləq şəkildə vacibdir. Yəni il ərzində heç olmasa 4 dəfə, daha doğrusu 1-2 dəfə, yəni minimum deyirəm, maksimum isə 4-5 dəfə alınması daha yaxşı olar. Çünki istər-istəməz bu təsir etmiş olur. Yəni valideynə orda yəni hansı mərhələni keçdiyinin məlumatı olur, maariflənir, uşaqla necə davranmalıdır, onun həlli yollarına can atır. Mütləq şəkildə vacibdir ki, yəni buna əməl olunsun. Çünki özünü inkişaf etdirmək üçün düşünürəm ki, bu da vacib təlimlərdəndir ki, bir valideyn özünü inkişaf etdirmək üçün əlimizdən gələn o proses zamanı köməkliyi, dəstəyi övladımıza etmək üçün vacib təlimlərdəndir, bunu bilməliyik. Növbəti isə müəllimin psixoloji savadlığı. Mən düşünürəm ki, bir pedaqoq əgər sosial mühitdə bilirik ki, çalışır və fərd yetişdirirsə, mütləq şəkildə onun, yəni peşəkar inkişafı üçün mən deyərdim ki, psixologiya vacib, yəni psixoloji məlumatlar onun özünə ehtiyacı olacağı, yəni yönə əsasən, yəni o levelə uyğun şəkildə, mütləq şəkildə o təlim almalıdır. Çünki fərd yetişdirir,
Hər kəsin özünə görə biz bilirik ki, təmsil sistemləri var, öyrənmə bacarıqları var. Amma bunları bilmədiyi təqdirdə istər-istəməz pedaqoq, şagird və valideyn arasında müxtəlif problemlər, konfliktlər yaşanmış olur. Ona görə də biz bunlara diqqət etmək üçün mütləq şəkildə bilməliyik ki, bir müəllim psixoloji savadlılığını artırması üçün və buna diqqət edirsinizsə, əziz xanımlar, ümumiyyətlə pedaqoji sahədə təhsil alan xanımlar, bəylər olsun, fərq etməz. Psixoloji sahədə ümumiyyətlə dərslər daha çox olur həmin məsələyə sahib olduğunda. Və vurğulamaq istəyirəm ki, bunlar da təbii ki, onun elə birbaşa göstəricilərindəndir ki, həmin fənlər ona tədris olunur və məlumatı olmalıdır pedaqoqun. Fərd yetişdirdiyi üçün hal-hazırdakı durumda gedən tədqiqatlar, araşdırmalar və nəticə etibarilə verilən qərarlardan xəbər olmalıdır ki, bir pedaqoq olaraq şagirdlərlə ünsiyyət bacarıqlarının inkişaf etdirilməlidir. Yəni, bu belə bir işdir ki, bir dəfə, iki dəfə etdim, yəni bitdi, yəni daha maarifləndim demək deyil. Yəni əgər bir insan özünün üzərində işləyirsə, fərq etmir hansı məslək sahibi olursa olsun, yeniliklərə ümumiyyətlə açıq olmalıdır. Eynilə də, yəni dediyimiz kimi pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərimizdir. Növbəti isə sel proqramlarda emosional intellektlə bağlıdır ki, yəni məktəbdə sosial, emosional inkişaf proqramları tətbiq olunmalı. Yəni bu bilirsiniz necədir, əziz xanımlar? Ümumiyyətlə məktəblərdə daha yaxşı olar ki, müəyyən təlimlər qoyulsun, sosial, emosional inkişaflarla bağlı proqramlar, layihələr tərtib olunsun və valideynlər də müəyyən qrup şəklində növbə ilə saat cədvəl şəklində planlı həmin təlimlərdə, layihələrdə iştirak etsin. Yəni burada artıq həqiqi mənada uşağın inkişafı üçün vacib olan parçalardandır ki, sosial emosional inkişaf proqramlarının təşkili, eyni zamanda da orada iştirak etmək. Tərəfdaşlıq modelidəki növbəti ailə, məktəb, yəni bu dialoq formulu vurğulamaq istəyirəm ki, təkcə iclasda olmamalıdır. Yəni ayda, bir ayda bir dəfə, 2 ayda, nə bilim, bir dəfə, 3 ayda bir dəfə, ümumiyyətlə bir yerdə kontakt şəklində tərəfdaşlıq olmalıdır, bir yerdə işləməlidirlər. Valideyn düzdür, məktəbdə işləməsə belə, amma müəyyən məlumatlar ki var, istər övladının təlimi ilə, istər tərbiyəsi ilə bağlı müəyyən məlumatlar ki var, onları əldə etmək üçün pedaqoqla əlaqə saxlamağa çalışmalıdır. Növbəti son olaraq mərhələmiz isə təhlükəsiz mühitdir. Şagird yönümlü, inklüziv, psixoloji cəhətdən dediyimiz kimi güvənli mühit hər bir uşağın hüququdur. Yəni bunun üçün də həm valideyn üzərində çalışmalıdır, həm pedaqoq işləməlidir üzərində və bu yöndə uşağın inkişafına köməklik etməliyik. Və unutmamalıyıq ki, sağlam uşaq sağlam münasibətlərin məhsuludur. Güclü əməkdaşlıq, valideyn, pedaqoq, eyni zamanda yəni uşaq birlikdə bu əməkdaşlıq olursa, güclü bir cəmiyyətin təməlini qurmuş oluruq. Buna diqqət etməliyik və bir çox hallarda bunu görmüş oluruq. Valideynlər ümumiyyətlə fokus belə bir söz var, deyir ki, insan fokusunu nəyə verərsə onu böyütmüş olar. Yəni bir insan övladı ağac kimi başa düşür, yəni belə metafor olaraq təsvir edək və onun bar verməsi üçün təbii ki, belə deyim, elə bir sanki bağban valideyndir, ağac isə uşaqdır. Həmin fidan necə böyüyür, mərhələlərdən keçir, bağban onu sulayır, vaxtı-vaxtında onun gübrəsini verir, ona qulluq edir, ona hətta sevgi ilə yanaşır və müəyyən ildən sonra artıq ağac bar verməyə başlayır. Əslində eynilə uşaqlar da belədir. Uşaqlarda da belə bir hal var. Yəni biz onlara nə qədər
sevgi ilə yanaşırıqsa, biz nə qədər onlara dəstək oluruqsa və onlar da bir gün böyüyüb bar vermiş olurlar. Və belə bir söz var, deyir ki, eee, təqdimatdan əvvəl ümumiyyətlə bir, deməli, təlimdə iştirak etmişdim əziz xanımlar. Deməli, eee, təlimi belə, adım belə, psixoloq adım belə qoymuşdu. Deyir ki, yəni nobody's perfect parents. Yəni demək istəyir ki, parenting. Deyir ki, yəni, eee, heç kəs hamı mükəmməl bir valideyn deyil də. Yəni o bunu hamı bilməlidir. Amma biz əlimizdən gələni etməyə çalışmalıyıq sadəcə. Orada çox gözəl bir məqama toxunuldu. Deyir ki, əgər bir uşaq, orta məktəbi bitirirsə, və vergül, universiteti oxuyursa, vergül, iş işi, karyerasını qurursa, müəyyən planlarını həyata keçirməyə çalışırsa, iş həyatında müəyyən yerdə artıq özünü, görürsə və müəyyən pilləyə gəlibsə, bu sizin hard work-ünüzdən. Yəni nə deməkdir? Bu sizin, disiplinli çalışmağınızdan. Yəni fokusunuzu ona vermisiniz və fokusunuzu ona verdiyinizə görə sizin, yəni çalışqan olduğunuzdan sizin övladınız o yerə gəlib çatıb və orada sizin zəhmətiniz də var. Bunu unutmayın. Ona görə də hər bir valideyn əgər niyyətində, fokusunda Allahın verdiyi əmanəti, eee, onun cəmiyyətə təsir verməsi üçün əlindən gələn istər mənəvi cəhətdən, istər, psixoloji cəhətdən əlindən gələn dəstəyi edirsə, təbii ki, özünü yormadan, mükəmməliyyətçi olmadan, təbii ki, biz hər şeyə çata bilmərik gün ərzində. Özümüzə də vaxt ayırmalıyıq ki, özümüzə də enerji ilə doldurmalıyıq ki, yəni bir sözlə enerji almalıyıq ki, enerjini də normal olaraq verək. Çünki enerji almasaq, elə özümüzdən versək, o zaman biz özümüzdə aqressivləşərik və istədiyimiz nəticəni də münasibətlərimizə sağlam münasibət qurmayaraq əldə edə bilmərik. Ona görə sağlam münasibət üçün bunlara mütləq şəkildə diqqət etməliyik. Bu qədər əziz xanımlar, sizlər üçün qeydlər hansı araşdırmalardan götürmüşəmsə, yəni qeydlər götürmüşəm. Düşünürəm ki, sizlər üçün faydalı məlumatlar oldu və çalışım video qeydi söndürüm. Ondan sonra söhbətimizi davam edək.